Verilənlər bazası 3 əlaqələndirilmiş cədvəldən ibarətdir. Cədvəlin verilənlərinə əsasən B5 şirkətinin ambarda cəmi neçə manatlıq malı olduğunu müəyyən edin. Biz ilk öncə olaraq həmin şirkətinin ID-sini müəyyənləşdirməliyik. B5 şirkəti ID 143-dür. Biz artıq həmin ID-yə görə müəyyənləşdirəcəyik növbəti mərhələləri. 143-dür və bu halda həmin şirkəti burada axtarıram. Deməli, həmin şirkət bura sayı bildirir, burada malın adını bildirir və qarşısında olan da malın ID-sidir. Deməli, həmin şirkət 40 dənə qələm alıb. Hansı ki, qələmin ID-sinə əsasən onun qiymətini müəyyənləşdirəcəm yuxarı cədvəldən. Qələmin ID-si 10-dur və onun qiyməti, yəni bir qələmin qiyməti 0,5 manatdır. Onda bu 40 dənə əgər qələm alıbsa, bunun qiyməti olur 20 manat. Bu birincinin qiymətidir. Daha sonra həmin şirkət 12 dənə çanta alıb. Hansı ki, çanta ID-si 35-dir və 35-in qiyməti 15 manatdır. Onda deməli, bir çantanın qiyməti 15 manatdır. Əgər 12 dənə həmin çantadan alıbsa, bu cəmi olur 180 manat. Və həmin şirkət 8 dənə, ən sonda baxıram, 8 dənə albom alıb və albom ID-si 14-dür və 14-ün qiyməti 3,25-dir. Yəni, bu bir dənəsinin qiyməti deməkdir. 3,25 manatdır. Onda 3,25-i 8-ə vuracam. Bu da olur 26 manat. Deməli, B5 şirkətinin ambarda cəmi nə qədərlik malı olduğunu tapmaq üçün bunları toplayacağım. Bu eləyir 226. Deməli, doğru cavab 226-dır.